Tamam dostlar, bugünkü mövzumuz düzgün alet seçimi olacaqdır. Düzgün alet seçimi ondan ibarətdir ki, hər bir bazarda elə bir alet seçməlisiniz ki, o əsas bazardan ya güclü ya aşağı olmalıdır. Deyək ki, Bitcoin bazarıdır, daha doğrusu kriptovalyuta bazarıdır. Kriptovalyuta bazarında əsas yəni bazar Bitcoin bazarıdır. Bitcoin qrafikini görürsünüz, hal-hazırda belədir. Nəzər salsaq digər məsəl üçün yəni altcoinlərə, bu Ethereum olsun, bu görürsünüz həmçinin Bitcoin təkrarlayır, eyni qrafikdir. Yaxud da Solana olsun, Bitcoin təkrarı eyni qrafikdir. Bu cür yəni qrafiklərdən, bu cür alətlərdən çalışın qaçın. Bu alətləri yəni istinizə almayın. Yaxud da məsəl üçün Hype olsun, bu da bir növ demək olar hardasa yəni Bitcoin təkrarlayır. Və yaxud da məsəl üçün BNB olsun, bu da yəni demək olar ki, Bitcoin təkrarlayır. Adətən belə bir alətlər çalışın seçməyin. Her zaman çalışın bu cür alətlər seçin ki, bu əsas bazardan ya güclü olsun, ya aşağı olsun. Tutaq ki, bax, mən burada öz seçmişlərimdə hər birisini yığmışam və hər daimə məsəl üçün yeniləyirəm də. Baxın ki, ümumi qrafik Bitcoin-dan tamamilə fərqlənsin. Bax, burada MBIS-də görürsünüz, tamamilə başqa bir qrafikdir. Bu o demək ki, bu alətlərin öz oyunu var da. Bunlarda yəni güclü oyunçulardır və bunlar yəni qrafiki aşağı yuxarı doğru necə lazımdır özləri tənzimləyə bilir. Bitcoin aslında elə AKD həmçinin, hatta məsəl üçün ARB də həmçinin. Bunlar hamısı fərqli-fərqli qrafiklərdir və Bitcoin təkrarlamırlar. Görürsünüz, budur. Yaxud da məsəl üçün SNX olsun, budur. Hər birisinin öz yəni ayrıca Bitcoin-dan asılı olmayaraq öz oyunu olur. Yaxud da məsəl üçün dramdır, görürsünüz budur. Bu dediyim kimi tək yəni kriptovalyuta bazarına aid deyil. Həmçinin bu stoklar, yəni səhmlər bazarına, Forex-ə və digərlərinə aiddir. Səhmlər bazarında məsəl üçün yəni indekslər var ki, məsəl üçün əsas bazarlar S&P 500-dür, Dow Jones indeksidir, Nasdaq-dır. Onların yəni o indekslərin tərkibində olan şirkətlərə baxın. O şirkətlər hansı ki bazarı təkrarlayır, bunları çalışın seçməyin. Ya onların güclü olsun, ya onlardan aşağı olsun. Həmçinin məsəl üçün Forex-də var şeydir, major cütlərini çıxıram. Ekzotik halcı cütləyə baxsaq, çalışın yəni dollar indeksindən fərqlənsin. Çünki yəni Forex-in əsas bazarı dollar indeksidir. Yəni belə şeylərə nəzər yetirin və hər zaman çalışın elə bir alətlər seçin ki, orada öz oyunu olsun. Əsas bazarda ya güclü olsun, ya aşağı olsun. Bugünkü mövzumuz bu qədər. Yəni kiçik bir mövzu oldu, amma çox vacib bir mövzudur. Sağ olun, hələlik.